aslında 6 məna əlaqəsi var. O 6 məna əlaqəsindən biz 3-ünü öyrənmişik indiyə qədər. Demək, öyrənmişik zaman əlaqəli tabisiz mürəkkəb cümlələri, ardıcıllıq əlaqəli tabisiz mürəkkəb cümlə, bir də səbəb-nəticə əlaqəli tabisiz mürəkkəb cümləni öyrənməyə çalışmışıq. Nə qədər öyrənmişik bilmirəm, indi bugün biləcəyik. Demək, sual verdikcə ortaya çıxacaq, elə deyilmi? Ay sağ olun. Demək, biz indi öyrənirik qarşılaşdırma əlaqəli tabisiz mürəkkəb cümlə. Demək, buraya yazırıq. Tabisiz mürəkkəb cümlə, burada yazar qarşılaşdırma. Qarşılaşdırma. Bax, əslində mövzunun adı, mövzu haqqında bizə müəyyən qədər məlumat verir. Demək, bu tabisiz mürəkkəb cümlənin tərkibində olan cümlələrdə hərəkət və hökm bir-biri ilə qarşılaşdırılır. İş odur ki, qarşılaşdırma əlaqəli tabisiz mürəkkəb cümlələrdə qarşılaşdırma bağlayıcıları da işlənə bilər, intonasiya da işlənə bilər. Əgər qarşılaşdırma bağlayıcıları işlənməyirsə tərkib hissələri bağlamağa, biz onu istəsək bərpa edə bilirik, çox rahat bərpa edə bilərik. Bax, məsələn, deyirik ki, mən çox dedim, mən çox dedim, amma inanmadım. Bax, mən çox dedim, amma o inanmadı. Görsən, burada xəbərə güvənərək, xəbərin üçüncü şəxsin təkində olduğuna güvənərək, şəxs əvvəlliyi ilə ifadə olunmuş mübtədanı da işlətmədik. Müəyyən şəxsli cümlə. Burada hərəkət və hökm qarşılaşdırılır bir-biri ilə, ortasında da amma bağlayıcısı işlənir. Bəzən ola bilər ki, belə cümlələrdə bağlayıcı heç işlənməsin. Məsələn, deyirik ki, lələ köçüb yurdu qalıb. Lələ köçüb yurdu qalıb. Oba köçüb də olmur galiba. Necə? Oba köçüb. O da ola bilər. Bu cümlə də var da, lələ köçüb yurdu qalıb. Lələ işə düşdü. Bax, lələ köçüb amma yurdu qalıb. Belə deyirik. Sonra, qarşılaşdırma əlaqəli tabisiz mürəkkəb cümlələrdə xəbərlər ismi xəbərli də ola bilər. Fe'li xəbərli də ola bilər. Yazdığım nümunələrdə fe'li xəbərlidir, amma ismi xəbərli də ola bilər. Məsələn, deyirik ki, demək, Arif idmançıdır. Amma qardaşı yox. Sonra həmçinin xəbərli sadə cümlələrdə bu yox deyil sözlərindən danışmışdıq, xatırlayırsınız. Həmin o yox. Qardaşı idmançıdır, ancaq qardaşı idmançı deyil, belə deyərdik. Amma qardaşı yox yazdıq. Görsən, ismi xəbərli, qarşılaşdırma əlaqəli tabisiz mürəkkəb cümlədir. İndi uşaqlar, bu məqamda diqqət eləməli olduğumuz nə var? Xatırlayırsınızsa, həmciz xəbərli sadə cümlələrdə demişdik ki, həmciz xəbərin biri təsdiqdə, biri inkarda ola bilər. Düz fikirdir bu. Sübhan düz fikirdir. Şükür. Bəli. Necə olur, nətər olur? Nümunə deyə bilirsən? Yoxsa demirsən? Var deyirsənsə, nümunə deməlisən. De görüm, gəl var. Deyirəm ki, Sübhan oxudu, amma başa düşmədi. Elə deyilmi? Oxuyan da Sübhan'dı, başa düşməyəndir. Uşaq getdi, amma qayıtmadı. Yorulmuşdu, amma dayanmırdı. Görsən, hamısı həmciz xəbərli sadə cümlədir. Demək, bu nədən irəli gəlir? Həmciz xəbərin biri təsdiqdə, biri inkarda ola bilər. O fikirdən irəli gəlir. Uşaqlar, həmin cümlələrlə qarşılaşdırma əlaqəli tabisiz mürəkkəb cümləni qarışdırmaq olmaz. O cümlədə bir dənə xəbər var, həmciz xəbər var, bir dənə ortam mübtəda var. Bax, məsələn, deyirik ki, uşaq getdi, amma qayıtmadı. Belə deyirik, gedən də uşaqdır, qayıtmayan da uşaqdır. Biz buna tabisiz mürəkkəb cümlə deyə bilmərik. Yəni, amma ancaq lakini görən kimi bu cümlə tabisiz mürəkkəb cümlədir deyə bilməyəcək. Yaxşı? Belə. İndi